Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindəyik. Bura vətəndaşların vətən məhəbbətinin, vətən öhdəliyinin qeydiyyata alındığı əsas məntəqədir. Sərhəddin də, səngərin də başlandığı yer məhz buradır. Bizim də mövzumuz elə bu istiqamətdə olacaq. Beləliklə, Real TV və APA İnformasiya Agentliyinin suallarını Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov cavablandıracaq. Salam cənab general, xoş gördük sizi. İlk olaraq sizi salamlayıram. Dövlət xidmətinə xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Nəzərə alsaq ki, bu sizin böyük mediaya ilk müsahibənizdir və ona görə də istəyərdim ki, elə söhbətimiz hesabat xarakterli olsun. Rəhbərlik etdiyiniz səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə təyin olmağınızdan 3 il ötür və istəyərdim ki, bu 3 il müddətində, bu dövr ərzində hansı dəyişikliklər olub, bununla bağlı söhbətimizə başlayaq. Bildiyiniz kimi, dövlət xidməti müstəqil qurum olaraq, möhtərəm cənab prezidentimiz tərəfindən onun fərmanına uyğun olaraq 2012-ci ilin fevral ayının 13-də yaradılıbdır. Qeyd olunan tarixdən başlanaraq xidmət öz funksional vəzifələrini yerinə yetirir. Xidmətin əsas funksiyalarından biri də vətəndaşların ilkin hərbi qeydiyyata alınma prosesidir. Elə bu fürsətdən istifadə edərək valideynlərə müraciət eləmək istərdim ki, indiyənə qədər ilkin qeydiyyata alınmayan öz evladlarını ilin sonuna qədər qeydiyyata alınması prosesini bunlar təmin etsinlər, bizə dəstək olsunlar bu prosesdə. Məsələn, indi təhsil möhləti ilə verilən qərarlarla bağlı, sağlamlıq durumu ilə bağlı olan məsələlərlə bağlı, bu yəni bizim xidmətlə münasibətində qərarlar hesab olunur. Yəni, yerli çağırış komissiyaları tərəfindən hər bir çağırışçı ilə bağlı o və ya digər qərarlar qəbul etməkdədir. Yəni, biz daima əsaslarla prosesin tam ortasındayıq. Vətəndaşla silahlı birləşmələr arasında olan bir yerdəyik biz bugünkü gündə. Deməli, son 3 ildə xidmət tərəfindən 188 min vətəndaşlardan daxil olmuş ərizə və təkliflərə baxılıb, ölkə üzrə 1000 nəfərədək vətəndaşların qəbulu həyata keçirilib, çağrı mərkəzi vasitəsilə 60 mindən daha doğrusu artıq zəng, eləcə də sosial şəbəkələrdən daxil olmuş müraciətlərin qəbul olularaq cavablandırılması həyata keçirildi. Həmçinin asan xidmət vasitəsilə daxil olmuş 333 min müraciət icra olunmuşdur. Aparılan kadr siyasətindən danışdığınız, uğur əldə etmək üçün hər bir rəhbərin peşəkar, inkişafa meyilli və sağlam komandası olmalıdır. Sizin qurumda kadr siyasəti, kadr seçimi hansı formada həyata keçirilir? Bu sualı cavablandırarkən mən istəyərdim ki, xidmətdə olan hərbi qulluqçularımızın bunların peşəkarlığının səviyyəsinin artırılması ilə bağlı bir-iki məqama toxunum. Deməli, hazırda hərbi xidmətdə olan, həqiqi hərbi xidmətdə olan bizim hərbi qulluqçularımız, deməli, xidmət daxilində təşkil olunmuş, deməli, daimi əsaslarla fəaliyyət göstərərək kurslarda iştirak edirlər. Həmin kurslarda, deməli, həm bunların qanunvericilik bazasının daha da öyrədilməsi, mükəmməl bilinməsi və eyni zamanda təbii ki, IT sahəsi üzrə öz bilik səviyyələrinin artırılması həyata keçirilməkdədir. Eyni zamanda təbii ki, stimullaşdırmaq üçün şəxsi heyəti həmin bu kurslardan müvəffəqiyyətlə başa vurmuş hərbi qulluqçularımız vəzifə artırımları nəzərdə tutulur, növbəti və yaxud vaxtından əvvəl rütbələrin verilməsi həyata keçirilir, o cümlədən də rotasiya məsələləri də həll olunmaqdadır. O ki, qaldı, indi təbii ki, kadr siyasəti hər bir qurum üçün bu prioritet məsələlərdən biridir. Son 3 ildə, deməli, kadr siyasəti ilə bağlı, bizim gördüyümüz işlərlə bağlı icazə versəniz, mən bəzi statistik rəqəmlərə toxunmaq istəyərdim. Burada son 3 ildə dövlət xidmətində həqiqi hərbi xidmətdə 414 nəfər hərbi qulluqçu kimi, 504 nəfər isə mülki işçi kimi işlə təmin olunub. Bunlardan 93 nəfər vətən müharibəsinin iştirakçılarıdır, 11 nəfər isə şəhid ailələrinin nümayəndələridir. Xidmətə və ya işə qəbul tam şəffaf şəkildə həyata keçirilir. Deməli, ilk olaraq namizədlər təbii ki, ərizələrlə müraciət edirlər, ya xidmətə qəbul olunmaqla bağlı və yaxud işə qəbul olunmaqla bağlı həmin müraciətlər həm kağız daşıyıcılarla mümkündür eləmək, həm də elektron qaydada təbii ki, bunu etmək mümkündür. Xidmətin daxilində müsahibə komissiyası yaradılıb. İlk olaraq, deməli, həmin namizədlər dəvət olunur, orada tərcüməyə halı öyrənilir. Onların ümumiyyətlə dünya görüşü, bilik səviyyəsi, xüsusən də IT sahəsi üzrə biliklərin öyrənilməsi və bundan sonra biz artıq xidmət olaraq Dövlət İmtahan Mərkəzi ilə birgə
layihə reallaşdırmışıq. Bundan sonra bütün namizədlər özləri artıq Dövlət İmtahan Mərkəzində imtahandan keçərək orada təbii ki, müsbət nəticələr əldə olunan, keçid balını toplayan namizədlərlə bağlı siyahılar daxil olur bizim Dövlət İmtahan Mərkəzindən xidmətə. Bu yerdə də elə təbii ki, Dövlət İmtahan Mərkəzinin rəhbərlərinə, oranın işçilərinə mən minnətdarlığımı bildirmək istəyirəm ki, bu prosesdə bizə çox böyük dəstək göstərdilər. Xüsusən də vurğulamaq istəyirəm ki, bizim o qənaətə gəldiyimiz ondan irəli gəlirdi ki, bugünkü gündə Dövlət İmtahan Mərkəzi ixtisaslaşdırılmış bir qurumdur. Ümumiyyətlə, imtahanların keçirilməsində, yəni dövlət qulluğu ilə bağlı imtahandan keçirilirlər, o cümlədən də ali təhsil ocaqlarına da olan imtahanlarda. Təbii ki, bundan sonra namizədlərin, yəni müsbət nəticə əldə olunmuş namizədlərin siyahıları daxil olur. Bundan sonra bunlar əgər hərbi qulluqdan söhbət gedirsə, tibbi şəhadətləndirilir bizim Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən. Hərbi qurum olduğumuz üçün müvafiq qaydada xüsusi yoxlama tədbirləri də həyata keçirilir. Və təbii ki, nəticə etibarilə bütün bu proseslərdən müsbət nəticələr əldə olunan və hər hansı bir nüfuzdan salıcı məlumatlar daxil olmayan şəxslər haqqında müvafiq qaydada qərarlar qəbul olunur. Xüsusi vurğulamaq istərdim ki, hərbi qulluqçu kimi xidmətə götürüləcək şəxslərdən mütləq qaydada respublikada da istənilən bölgəsində xidmət etməsi ilə bağlı öhdəliklər götürülür. Bir sözlə, xidmət, savadlı kadrların xidmətə və ya işə götürülməsində maraqlıdır və bu məsələni biz daimi nəzarətdə saxlayırıq. Cənab general, korrupsiya ilə bağlı mübarizə apardınız, işə başlayar-başlamaz. Ümumiyyətlə, bu mövzuda elə təkcə Real TV kifayət qədər reportajlar hazırladı. Sərt tədbirlərin şahidi olduq bir sözlə. Bəs şəffaflığı necə təmin eləyə bildinizmi? Ümumiyyətlə, bu istiqamətdə həbslər oldu, vəzifəsindən kənarlaşdırılanlar oldu. Bununla bağlı statistika varmı sizdə? Xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksədilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir. Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar, prosesual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilibdir. Təbii ki, qeyd olunan statistika məni sevindirmir. Qeyd etdiyim statistika haqqında biz daimi media ilə bölüşürük və bu haqda da bizim press relizdə də bu mütəmadi olaraq dərc olunur. Bu məqamda xidmət edən hərbi qulluqçularımızı və işçilərimizi bir daha da neqativ hallara yol verilməməsinə çağırıram. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir. Vətəndaşlarımızı da bu prosesdə məsuliyyəti var. Bir daha da vətəndaşlarımızı da, eləcə də mətbuat nümayəndələrini xidmətlə bağlı məlumatların ictimailəşdirilərkən obyektiv olmağa çağırıram. Əmin etmək istəyirəm ki, xidmətə daxil olan hər bir məlumat araşdırılır və nəticə ilə bağlı müvafiq qaydada qərarlar qəbul olunur. Qeyd etdiniz ki, korrupsiya faktlarında bir tərəf iştirak etmir. Mənim sualım da elə məhz bununla bağlıdır. Necə düşünürsünüz? Aparılan islahatlardan sonra vətəndaşların neqativ hallardan çəkindiyini demək olar? Düşünürəm ki, bu sualı məndən yox, yəqin cəmiyyətdən soruşsanız daha yaxşıdır. Təbii ki, mən bu fikirdən uzağam. Ona görə ki, bu suala cavab verərkən əsas məqama mən toxunmaq istərdim. Bu neqativ halların aradan qaldırması üçün bizim vətəndaşlarımızın hüquqi baxımından maarifləndirməsi çox vacibdir. Xidmətimizin fəaliyyətini tənzimləyən hüquq və normalar internetdə mövcuddur və hər kəs onları oxuyub maariflənə bilər. Neqativ halların azalmasına nail olmaq istəyiriksə, hüquqi baxımdan maariflənmək çox vacibdir. Hərbi xidmətə çağırılan, amma bu xidmətdən yayınan insanlar da var. Bunu hətta biz sizin təqdim etdiyiniz məlumatlarda da tez-tez görürük. Bunlarla bağlı hansı tədbirlər görülür? İlk olaraq gəlin müəyyənləşdirək ki, yayınan şəxslər kimlərdir və nədən yayınırlar? İlk olaraq bunu gərək biz müəyyənləşdirək. Yəni, konkret olaraq kateqoriyalar var və bu kateqoriyalar bizə aydınlıq gətirməliyik. Yəni, bugünkü gündə bizim el arasında belə bir söz var. İndi hərbi vəzifəlilər növbəti tibbi şəhadətləndirmədən dedikdə neqodni sözündən çox istifadə edirlər. Yəni, 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı təbii ki, normalar qanunvericilikdə də əks olunub.
hansı hallarda, hansı formada bu proses tənzimlənir və necə qərarlar qəbul olunur. İlk olaraq onların tapılmasında biz ərazi polis orqanlarına ilə birgə deməli işbirliyi qurmuşuq. Elə bu yerdə də mən Daxili İşlər Nazirliyinin rəhbərinə də, onların şəxsi heyətinə də öz adımdan xidmətin əməkdaşları tərəfindən minnətdarlığımı bildirmək istəyirəm ki, bu işdə bizə çox böyük dəstək göstərilirdi. Birgə axtarış tədbirləri aparılır. Deməli, tapılmadıqda isə inzibati məsuliyyətə cəlb olunurlar həmin şəxslər. Yayınmasını davam etdirdikdə sərhəd keçməyə məhdudiyyəti də tətbiq olunur. Bu da ki, bugünkü gündə qanunvericidə nəzərdə tutulan tədbirlərdən biridir. Tapılmadıqda isə yekunda materiallar prokurorluq orqanlarına deməli təqdim olunur və bu yerdə də bir daha da bunu da vurğulamaq yerinə düşər ki, artıq Cinayət Məcəlləsində də bu barədə də qanunvericidə dəyişiklik baş verdi və 321-ci maddəsinin Cinayət Məcəlləsinin qeyd hissəsində bu haqda da açıq-aydın əks olunub bunlar hamısı. Təbii ki, biz xidmət olaraq xidmətin yayma hallarının kriminallaşdırılmasında maraqlı deyilik. Ona görə ki, bizi təkcə Respublika daxilində yox, yəqin ki, bu müsahibəni digər yerlərdə də baxacaqlar. Mən bir daha da vətəndaşlarımızı yayma hallarına yol verməməyə çağırıram. Və burada bu yerdə də bunu da vurğulamaq istəyirəm ki, bu yəqin ki, mənim çağırışım valideynlərə olacaq. Uşaqlarımızın gələcək həyatlarına belə deyək də, xidmət keçməsi ilə bağlı olan xüsusatla danışanda biz bunu vurğulamalıyıq ki, müddətli xidmət keçməsi çox vacibdir oğlan uşağı üçün. Həm kişilik məktəbidir bu, həmçinin də onların gələcək həyatlarında onların hər hansı bir qurumlarda xidmət etməsi, işləməsi bu vacib amillərdən biridir. Deməli, xidmət keçmiş, müddətli xidmət keçmiş bizim şəxslər, yəni vətəndaşlarımız daha doğrusu, onlar bundan sonra həm hərbi xidmətə qəbul oluna bilərlər, xüsusi xidmət orqanlarına xidmətə qəbul oluna bilərlər, hüquq mühafizə orqanlarına xidmətə və digər bu kimi təşkilatlara xidmətə qəbul olunaraq öz talelərini artıq bağlaya bilərlər həmin qurumlarına. Bu yol da müddətli xidmətdən keçir. Yeri gəlmişkən elə bu sualın ardı olaraq növbəti bir sualı vermək istəyərdim ki, ümumiyyətlə belə hərbi xidmətdən yayınan şəxslər çoxdurmu və qeyd elədiniz ki, cinayət məsuliyyəti var onların hərbi xidmətdən yayılmasından bağlı və təcrübədə belə bir faktlar olubmu? Bilirsiniz, bu prosesi biz indi xidmət daxilində tənzimləməyə çalışırıq. İndi say haqqında konkret mən fikir səsləndirməyəcəm. Faktlar var, mediada dərc olunur. Bəzi hallarda, indi özünüz də yəqin ki, şahidi olmusunuz ki, prokurorluq orqanları cinayət işlərinin başlanmasını həyata keçirirlər və nəticə etibarı hətta məhkəmə qərarları da mövcuddur bugünkü gündə. Biz vətəndaşlarımızı nizam-intizama çağırırıq. Bu yerdə o bayaq dediyim kimi neqodni olan yoldaşları xahiş edirəm hər birindən açsınlar öz hərbi biletlərin və onların orada növbəti komissiya keçmələri ilə bağlı konkret olaraq tarixlər qeyd olunub. Və bu haqda da hərbi biletində onların özlərinin imza yerləri də mövcuddur. Hansı ki, hərbi bilet təqdim olunarkən bunun növbəti vaxtı 3 ildən sonra keçməsi ilə bağlı konkret tarix orada qeyd olunub. Xahiş edirik, vaxtında gəlin ki, biz sizin haqqınızda hər hansı bir tədbirləri həyata keçirməyək. Və beləliklə də bizim işimizi də biraz rahatlıq verin bizə ki, biz bu iş prosesləri tənzimləyə bilək. Cənab general, mənim sualım son vaxtlar vətəndaşların ən çox müzakirə etdiyi çağırışçıların tibbi müayinəsi ilə bağlı olacaq. Çağırışçıların tibbi müayinəsinin daha şəffaf və obyektiv keçirilməsi üçün indi hansı nəzarət mexanizmləri mövcuddur? Bilirsiniz, bir sıra hallarda bu sahədə narazılıqlarla da biz rastlaşırıq. Yəni, tibbi ekspertiza ilə bağlı fəaliyyətə nəzarət mexanizmi mövcuddurmu? Bir sıra hallarda meydana çıxan narazılıqlar nə dərəcədə əsaslıdır? Belə deyək də, indi mən sualın sonundan başlayaraq hər bir fakt ayrı-ayrılıqda araşdırmalıdır. Yəni, bugünkü gündə bir mənalı demək ki, hər şey düzdür və yaxud hər şey düz deyil, bu yəqin ki, düz olmaz. Bu yerdə mən xatırlatmaq istəyirdim ki, bildiyiniz kimi qəbul olmuş qərara əsasən 2024-cü ilin iyul ayının 1-dən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həqiqi hərbi xidmətə müvəqqəti yararsız bir
Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı 2. 3. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız, o cümlədən sıradan kənar hərbi xidmətə yararlı kateqoriyalar üzrə yerli çağırış komissiyaları tərəfindən qərarlara qəbul olunmuş şəxslərin yekun tibbi müayinəsi agentlik tərəfindən həyata keçirilir. Çıxarılmış tibbi rəyə əsasən xidmətdə də müvafiq qaydada qərarlar qəbul olunur. Agentliyin nəzdində apellyasiya şurası mövcuddur. Hər hansı bir vətəndaşın hüququdur o apellyasiya şurasına müraciət etmək. Eyni zamanda da xidmət tərəfindən qəbul olunmuş qərarlardan narazı qaldıqları halda məhkəmə orqanlarına müraciət edə bilərlər. Hər bir vətəndaşımız qanunla bu nəzərdə tutulub. Ümumiyyətlə Nazirliyin rəhbərliyinə, agentlikdə işləyən həkimlərimizə də minnətdarlığımızı bildirək. Onlar gün ərzində çox böyük bir yükün altında fəaliyyətini davam etdirirlər. 400 nəfərdən yuxarı insanlara, yəni orada yekun tibbi şəhadətləndirmə həyata keçirilir. Bu çox böyük bir, yüklü bir işdir. Təbii ki, məsuliyyət var burada və o məsuliyyətin altındadırlar. Bunlar, bu həkimlər hər bir rəylə bağlı öz imzaları ilə və nəticə etibarilə elektron qaydada artıq bu prosesi biz təşkil edə bilmişik. Yəni, bugünkü gündə həm göndərişlər, həm də oradan çıxan cavablar elektron qaydada xidmətə daxil olduqdan sonra təbii ki, bunların haqqında da qərarlar qəbul olunur. Sualımı biraz daha konkretləşdirmək istəyirəm. Sizin qurum, sizin xidmət həmin çıxarılan qərarlara nəzarət edə bilirmi? Belə bir mexanizm mövcuddurmu? Baxın da, burada qərar sözü bu düz söz deyil. Əgər diqqətlə siz normativ sənədləri oxusanız, agentlik tərəfindən yekun tibbi şəhadətləndirmə həyata keçirilir. Qərar isə xidmət tərəfindən verilir. Təbii ki, mexanizm mövcuddur. Yəni, ilk olaraq düşünürəm ki, yəni proses haqqında gərək biz sizə danışaq ki, sizə daha da aydın olsun. İlk olaraq bizim deməli hər bir çağırışçı olsun və yaxud hərbi vəzifəli hansı ki 3 ildən bir təkrar tibbi şəhadətləndirmədə iştirak edən şəxslər olsun. Bunlar ilk olaraq mütləq müayinələrdən başlayırlar. Mütləq müayinədə qanunlarda nəzərdə tutulmuş, orada müvafiq qaydada qan analizləri və digər kimi analizlər nəzərdə tutulur. Bundan sonra bu analizlərin cavabları elektron qaydada daxil olur xidmətə. Xidmətdə həmin anda daima əsaslarla fəaliyyət göstərən yerli hərbi həkim komissiyası fəaliyyət göstərir. O həkimlər ezam olunurlar bizə. Bunlar bizim işçilər deyirlər. O təbibin işçiləridir və bəzi ixtisaslar üzrə Səhiyyə Nazirliyinin işçiləridir. Həmin deməli komissiya çıxarılır, mütləq müayinələrin nəticələri orada baxılır və komissiya üzvləri qənaətə gəlinir, əyani şəkildə baxış keçirilir həmin şəxslərə və həmin şəxslərin tərəfindən həmin anda səsləndirdikləri ola bilsin ki, sağlamlıq durumu ilə bağlı müəyyən fikirlər səsləndirdikdə həkimlərin vəzifələri bundan ibarətdir ki, həm mütləq müayinələrin nəticələrinə əsasən, həm də ki, vətəndaşların səsləndirdiyi fikirləri uyğunlaşdırmaq və qərara gəlmək ki, bundan sonra buna əlavə müayinə göndəriş verilməsi zəruridir və yaxud yox. Ona görə ki, bugünkü gündə başa düşürsünüz də, misal üçün, bir sadələşdirək də bu məsələni. Mütləq müayinələrin cavabları gəlib. Mütləq müayinələrin cavabında biz görürük ki, hər hansı bir normadan kənara çıxması yoxdur. Yəni, bilirsiniz də, özümüz də analizləri veririk də, orada hər bir şey yazılır. Normalar, normadan yuxarıdır, normadan aşağıdır və s. Görürlər, hər şey normaldır. Bu yerdə ola bilir ki, səslənir ki, yox, bilirsiniz, orada misal üçün, mütləq müayinələrin nəticəsində kardioqrama da götürülür, UZI də həyata keçirilir. Bu, mütləq müayinələrin içində olan bir məsələdir. Baxılır və görürlər, orada hər şey normadadır. İnsan bunu lap səsləndirdikdə isə həkimlər o qənaətə gəlməyə də bilərlər ki, ehtiyac yoxdur bunun əlavə müayinəsi göndərilməsinə. Ona görə ki, bunun bütün gələn cavablar normaya uyğundur. Yox, əgər görürlər ki, normalardan hansı bir göstəricilər kənara çıxdığı halda əlavə müayinə təşkil olunur. Burada müxtəlif xəstəliklər var. Burada skalyozlar da var, yastı pəncəlik də var, misal üçün. Bu halda əlavə müayinə təşkil olunur, göndəriş verilir, yenə də elektron qaydada ixtisaslaşdırılmış klinikalara.
həmin şəxslər o klinikalara getməyi bunlar məcburdular, onların vəzifəsidir. Axı sən səslənirsən, deyirsən ki, mənim tutam ki, sağlam durumunda problemdir. İndi bu problemi biz ortaya çıxartmaq istəyirik. Dövlət kifayət qədər vəsait xərcləyir bu məsələdə. Və hamısı, bütün müayinələr, bütün əlavə müayinələr, bunlar hamısı pulsuz həyata keçirilir. Hətta növbədən kənar da. Qanunda nəzərdə tutulub ki, çağırışçılar, hərbi vəzifələr növbədən kənar qəbul olunmalıdır klinikalarda. Oradan gələn cavablar yenə də elektron qaydada qəbul olunur, yəni daxil olur daha doğrusu bizim yerli struktur bölmələrdə və orada fəaliyyət göstərən yerli çağırış komissiyaları fəaliyyət göstərir. Çağırış komissiyası artıq qərar verir. Qərarın da orada təbii ki, o müayinələrin nəticələri bir daha da təhlil olunur və nəticəyə gəlinir. Nəticəyə gəlinir ki, misal üçün, müvəqqəti yararsızdır bu həmin anda. Kardioqraması yerində deyil, yəni üzüsü yerində deyil, rengində yerində deyil və s. Bu ilə belə, deməli, avtomatik o qərar qəbul olunur. Müvəqqəti yararsıza gələk. Bunun haqqında yerli komissiyası qərar qəbul elədi. Bu qərarı təsdiqləmək üçün bu gəlir bizim Mərkəzi Hərbi Həkim Komissiyasına. Xidmətin nəzdində fəaliyyət göstərən və ştatda olan bizim Mərkəzi Hərbi Həkim Komissiyamız var. O komissiyada bütün ixtisaslı həkimlərdən ibarətdir. Bunlar artıq bizim işçilərdir, bizim həkimlərdir. Bunlar bir daha da baxış keçirdirlər gələn nəticələrə və ehtiyac olduğu halda hətta əyani şəkildə də biz vətəndaşlarımızı Mərkəzi Hərbi Həkim Komissiyasına dəvət edirik. İndi burada da artıq məsələlər burada bölünür. Mərkəzi Hərbi Həkim Komissiyasının yerli komissiyasına gəldiyi qənaətə, qəbul olunmuş qərarına razılaşa da bilər ki, müvəqqəti yararsızdır. Bu halda onda bu şəxs artıq elektron qaydada gedəcək agentliyə. Əgər razılaşıb. Yox, Mərkəzi Hərbi Həkim Komissiyası baxıb o qərarı da, yəni tibbi şəhadətləndirmənin nəticəsində sual altına qoya bilər. Baxış keçirdəndən sonra və yeri gəlir, yararlı da qərarı qəbul edə bilər. Yəni həkimin qərarından asılıdır. Bəli. Və mən bir daha da deyirəm də, bu prosesdə burada istər yerli bizim qurumlarda ezam olunmuş həkimlər, istərsə bizim xidmətin daxilində Mərkəzi Hərbi Həkim Komissiyasında, istərsə də DTSR-nın agentliyində fəaliyyət göstərən həkimlərin məsuliyyətləri çox böyükdür. Ona görə ki, bunlar artıq qənaətə gəlirlər ki, bu adam xidmətə yararlıdır, yoxsa yox. Və vacib məsələ budur ki, hamı başa düşməlidir. Bu gəldiyi qənaət, həkimlər gəlməlidir o qənaətə. Hərbiçilər yox, bizim zabitlər yox, həkimlər. Ona görə ki, tibbi şəhadətlər bunların funksional vəzifələridir. Burada təbii ki, məsuliyyəti də dərk etməlidirlər və qəbul olunmuş qərarların o məsuliyyətin altından bunlar təbii ki, özlərinə, yəni özlərinin ən azı qarşısında, öz vicdanlarının qarşısında cavab verməlidirlər. Ora çıxarılan insanlar kimlərinsə evladlarıdır, uşaqlarıdır, bizim balalardır bir sözlə. Bunu mən vurğulamaq istəyirəm ki, bəzi hallarda valideynlər, onların evladları xəstəliklər haqqında ümumiyyətlə məlumatsız olurlar. Və birinci dəfədir artıq bizim komissiyada məlum olur ki, onların Allah eləməsin hər hansı bir xəstəlikləri mövcuddur. Dolayısıyla indi beynəlxalq dillə desən, check-up, tibbi check-up həyata keçirilir. 15 yaşında ilkin qeydiyyata alınarkən check-up keçirilir. İkinci dəfə çağırışçı kimi artıq biz bunu dəvət etdikdə, hərbi vəzifəli kimi 3 ildən bir komissiyada keçən, hamısı mütləq müayinələrdən keçir. Görün, dövlət nə qədər vəsait xərcləyir. Çox böyük bir, yəni burada böyük bir yük düşür. Amma dövlət bunu qanunla nəzərdə tutulduğu üçün onun hamısının öhdəsindən gəlir, minlərdən söhbət gedir il boyu, hər il və ona görə də yəni xahiş edirəm. Biz indi vətəndaşlarımızdan bir xahişimiz odur ki, vaxtında gəlin, vaxtında bu komissiyalardan keçin və bəzi hallarda da bəlkə sizə heç məlum olmayan məsələlər də ortalığa çıxacaq. Hərbi xidmətə çağırışla bağlı yaş həddi 35-dən 30-a endirildi. Necə fikirləşirsiniz? Bu dəyişikliklər öz effektini verdimi və yaxud da ki, ümumiyyətlə bütün bunlar belə də ki, dövlət xərclərinə təsir göstərirmi? Bilirsiniz, bu layihə hazırlanaraq xidmət çoxlu aspektləri təhlil edib və nəticədə yaşı 30-dan yuxarı olanların, onların sağlamlıq durumları,
gənclərlə eyni olmadığını, digər tərəfdən isə bu kateqoriyaya məxsus olan vətəndaşlarımızın əksəriyyəti artıq ailəli olmağına yanaşı, hardasa işləmələri haqda qənaətə gəldiyindən layihənin son versiyası işlənilmiş və aidiyyəti üzrə təqdim olunmuşdur. Cənab Prezidentimiz tərəfindən çox humanist addım atılaraq bu dəyişikliyə razılıq verdi və nəticədə qanunvericilik dəyişdi. O ki, qaldı sizin sualınıza xərclərlə bağlı, təbii ki, xərclərin azalmasında yaş həddinin aşağı salınması bu meyara da müsbət təsir göstərməkdədir. Mənim növbəti sualım artıq dövrün tələbi olan elektronlaşma ilə bağlıdır. Elektron xidmətlərin genişləndirilməsi üçün hansı addımlar atılıb, bu hansı istiqamətləri əhatə edib? Ümumiyyətlə, şəffaflığı təmin etməkdə atılan bu addımlar hansı dərəcədə rol oynayıb? Xidmətin bütün funksionallığı üzrə rəqəmsallaşmaya dair qərar verilib və artıq bir çox proseslər elektron formada həyata keçirilir. Bayaq mən sizə söyləmişdim ki, artıq bütün tibbi göndərişlər elektron formada həyata keçirilir. O cümlədən də gələn cavablar da elektron formada alınır. Rəqəmsal layihələrin tətbiqinin əsas məqsədi müasir tələblərə uyğunlaşdırmaqla yanaşı, həmçinin vətəndaşla təmasın minimuma endirilməsinə yönəlib. Əslində, bu kimi layihələr şəffaf fəaliyyətə də müsbət təsir göstərməkdədir. Bu məqamda xüsusən xidmətin daxilində MyGov-un tətbiqində start verilməsinə də və həmin proses çərçivəsində tətbiqdən istifadə olunması prioritetlərdən biridir. Hazırda MyGov vasitəsilə 6 növ arayışların onlayn əldə olunmasına, eləcə də çağırış vərəqələrinin müvafiq məlumatlandırmanın və göndərişlərin elektron qaydadan göndərilməsinə biz nail olmuşuq. Efir vasitəsilə bir daha da vətəndaşlara müraciət edərək bildirmək istərdim ki, mütləq qaydada MyGov tətbiqini yükləyib, orada qeydiyyatdan keçsinlər. Bu bizə imkan verəcək, bu bir rabitə kanalıdır, bizim vətəndaşla olan rabitə kanalımızdır. Ona görə ki, bugünkü gündə müvafiq hüquq normalara uyğun olaraq bəzi tələblər vətəndaşlarımıza qarşı səsləndirir. Məsələn, 3 aydan artıq ölkədən tərk etməsi hərbi vəzifələrə belə bir vəzifəsi var ki, bu haqda mütləq qaydada yerli bizim qurumumuza məlumat verilməlidir. Əgər verilmədikcə inzibati qaydada cərimələnə bilər. MyGov vasitəsilə evdən çıxmadan bu məlumatları bizə ötürülməsi artıq şərait yaradılacaq. Bunların nə vaxt itkisinə, nə hər hansı bir getməsində və təbii ki, burada bayaq dediyim kimi 6 növ arayışın verilməsi də biz təbii ki, tərəfdarıyıq ki, bu növlər artsın və ümumilikdə, yəni maksimal olaraq proaktiv xidmətlərin göstərilməsinə biz məqsədimiz bundan ibarətdir və bildiyiniz kimi bugünkü gündə MyGov platforması bu dəqiqə Cənab Prezidentimiz tərəfindən bunun verdiyi çox ciddi bir tapşırığıdır. Bütün dövlət qurumları da MyGov platforması üzərindən hamısı vahid bir platforma üzərində fəaliyyət göstərməkdədir. Cənab general, deməli indi verəcəyim sual az öncə verdiyim sualla hardasa yaxındır. Ölkədə hərbi xidmət belə deyək ki, müddəti azaldıla bilərmi? Ümumiyyətlə qonşu Türkiyədə məsələn orada eyni zamanda ödənişli hərbi xidmət mövcuddur. Azərbaycanda da bəzən bu müzakirə obyektinə çevrilir və təkliflər olunur müəyyən ekspertlər tərəfindən. Bu ödənişli xidmət ola bilərmi və yaxud da ki, xidmət müddəti azaldıla bilərmi? Deməli, indi hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrə ünvanlanmalıdır. Onlar tərəfindən bu razılıq verilməlidir. Ona görə ki, hərbi bilikləri həmin birləşmələr tərəfindən öyrədilir və orada həyata keçirilir. Və bu suala cavab bundan ibarətdir. Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələyə müzakirə oluna bilər. Hal-hazırda bu məsələ müzakirə mövzusu deyil, o dediyiniz də ödənişli məsələlərlə bağlı bugünkü gündə gündəlikdə deyil. Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birini səsləndirmək istəyirəm. Bəzi xaricdə əyani təhsil alan tələbələr möhlət problemi ilə üzləşdiklərini iddia edirlər. Ancaq digər tərəfdən də biz müşahidə edirik ki, hərbi xidmətdən boyun qaçırmaq istəyən bəzi gənclər xaricdə təhsil adı ilə bundan yayınırlar, yönəlirlər xaricdə təhsilə. Yəni, bu sahədə nəzarət mexanizmləriniz mövcuddurmu?
Bugünkü gündə təhsil möhlətlərinin verilməsi qanvericidə əks olunub. Orada konkret olaraq indi akkreditasiyası olan, yəni lisenziyası olan xarici təhsillərin söhbət gedir. O ölkədə olan ali təhsil ocaqlarına qəbul olmuş bizim vətəndaşlar orada əyani, yəni fiziki olaraq dərslərdə iştirak etdikdə bundan sonra deməli apostol olunmuş, bu qanunla nəzərdə tutulmuş həmin ölkənin apostolizasiyası həyata keçirilməlidir və nəticə etibarilə Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş arayışlar bizə təqdim olunduqda və burada məqam var ki, vaxtında təqdim olunmalıdır. Ona görə ki, qanvericidə o məqamda orada əks olunub ki, hansı vaxtlarda bu təqdim olunmalıdır bizə. Biz hər birinə bugünkü gündə təhsil möhlətlərini veririk xidmət olaraq. Bir var, insan çağırışçı statusunda ilk olaraq gəlir və startdan artıq təhsil arayışını təqdim edir ki, mən oxuyuram. Xaricdə qəbul olunmuşam, normalara uyğun dediyim kimi apostol olunmuş, lisenziyası verilmiş və s. və əlaxır bu gözlənilməklə biz buna təbii ki, təhsil möhlətləri veririk. Amma bəzi hallarda bizdə nə baş verir? 3 ildən bir komissiya olan, keçməli olan şəxslər komissiyadan keçmədən və yaxud keçdikdə, birincisi bundan başlayayım, keçirlər, yararlı hesab olunurlar. Bir gün keçəndən sonra gəlib deyirlər ki, bilirsiniz, mən artıq oxuyuram. Ona görə də yenə deyirəm də, bugünkü gündə qanvericilik normalar var. Biz bu normaları gözləyirik. Kimə hesab edirik ki, təhsil möhlətləri vermişiksə və yaxud verməliyiksə, vermiriksə, həmin qərarların məhkəmə orqanlarında mübahisələndirilməyə biz hazırıq. Parlamentdə sizin müavininiz bu məsələyə toxunmuşdu 2 il əvvəl. Orada universitetlərin statistikasını da səsləndirmişdi və həm də qeyd etmişdi ki, bu tanınmayan, diplomu Azərbaycanda tanınmayan ölkələrə və universitetlərə müraciət edən kifayət sayda gənclər var. Bu 2 il ərzində dəyişən statistikanı da bizə deməyiniz mümkündürmü? Bilirsiniz, mən indi rəqəmlərə toxunmaq istəmirəm. Belə faktlar mövcuddur. Yəni, bugünkü gündə də Təhsildə Keyfiyyət Agentliyi fəaliyyət göstərir. Onların saytında bütün bu ali təhsil ocaqlarının qeydiyyatdan keçməyədən siyasi dərc olunub. Və hər birini çağırıram ki, ora mütləq qaydada diqqət yetirsinlər. Savad və bilikdən əldə olunmasından söhbət gedir, yoxsa müddətli xidmətdən yayınmaq söhbət gedir. Gəlin, cəmiyyətlə açıq danışaq da bu barədə. Bu məsələ bizi çox narahat edir, həqiqətən də və təbii ki, xidmət olaraq bizim bəzi təkliflərimiz də olacaq. Yəni, biz indi mütəmadi olaraq bu problemlə rastlaşırıq. Əgər biz görürük ki, həqiqətən də bu uşaq oxuyur, həqiqətən də bu uşaq bilik əldə eləyir, inanın mənə, biz özümüz şərait yaradacağıq. Yəni, mən açıq deyirəm bunu. Şərait yaradacağıq ki, bu təhsilini başa vursun, bitirsin. Ona görə ki, bu bizim adamlardır. Heç respublikaya qayıtmasa da belə, haradasa işləsə də belə, bu bizim adımızdır. Savadlı, bilikli kadrlar bizim ölkənin fəxrləridir bunlar hamısı. Gəlin ayırt eləyək. Bilik, savad, normal ali təhsil ocaqları hansı ki bu dediyim faktorlar, bu meyarları verirlər insanlara. Bir də var ki, hansısa bir arayış əldə eləmək, ondan sonra o arayışı gətirib müəyyən bir yaymaya nail olmaq, nəticə etibarilə də heç Azərbaycan Respublikasının ərazisində sən ali savadlı kimi mütəxəssis hesab olunmayacaqsan. Cənab general, onda belə çıxır ki, magistratura və doktorantura da oxumaq adı altında hərbi xidmətdən yayınırlarsa, bəs bunun vəziyyətdən çıxış yolu nədir? Nə təklif edirsiniz? Təkliflər nə ola bilər gələcək üçün? Çıxışlar yalnız hüquqi normalardan keçir. Təbii ki, biz bu haqda qanvericidə dəyişikliklər etməliyik. Bütün faktorlar və bütün meyarlar ölçülməlidir, təhlil olunmalıdır ki, həqiqətən də oxumaq istəyən, həqiqətən də oxuyan uşaqlar ziyan görməsinlər bu halda. Bizim fikrimiz bundan ibarətdir və getdiyimiz yol, ünvan budur. Normalardan keçir. Burada normalar. Baxın, bugünkü gündə həmin bu təhsil möhlətlərin əsasında xidmətdən yayma, o da bir korrupsiya şərait yaradır. Biz konkret olaraq bu məsələlərə son qoymalıyıq.
Gəlin ayırd eləyək oxuyanlara, bəli, nə lazımdırsa dəstək olaq, möhlətlər verək, nə deyirsə eləyək. Amma həqiqətən də gətirib indi hər hansı bir şirkətdən bir gün içində əldə olunan arayışı təqdim eləməklə bu nə dərəcədə düzgündür? Və həqiqətən də burada da ədalətsizlik baş verir. Baxın, adam var həqiqətən də bugünkü gündə magistraturada, doktoranturada tər tökür oxuyur. Xaricdə imtahanlar verir. O da təhsil möhləti alır bizim xidmət tərəfindən. O birisi də elə burada gəzir. Elə o arayış əsasında da eyniləşdirmək düzgündürmü? Mən indi bu sualı sizə ünvanlayıram. Bəs təklifləri nə zaman təqdim edəcəksiniz? Qanunvericiliyə bu sahədə dəyişiklik nə zamana gözlənilir? Təkliflər artıq formalaşıbdır. Biz indi bu norma yaratma prosesi həyata keçirilməkdədir. Biz adiyyəti qurumlarla bu məsələləri indi razılaşdırmalıyıq. Yəni, normalar var. Normalara uyğun biz bu prosesi tənzimləmək, tez bir zamanda tənzimləmək fikrindəyik. Cənab general, ümumiyyətlə hərbi xidmət keçmiş vətəndaşlar hərbi toplanışlara çağırılır, dəvət olunur. Soruşmaq istəyərdim ki, ümumiyyətlə təlimlərə olan maraq necədir? Onlar belə deyək ki, həmin o təlimlərə dərhal gəlirlərmi? Ümumiyyətlə münasibət necədir? Maraq artmaqdadır. Hətta bizə könüllü olaraq müraciət edənlər var ki, təlim toplanışlara xahiş edirəm, məni cəlb eləyin, mən getmək istəyirəm və s. və əlaxır. Burada bu yerdə mən xüsusi bir məqamda dayanmaq istərdim ki, bəzən vətəndaşlar elə düşünürlər ki, müddətli xidməti keçdim, bu ilə də mənim məsələm, yəni hərbi məsələm bitdi. Xeyr, bu belə deyil. Artıq müddətli xidmət keçmiş şəxslər artıq bizim xidmətlə münasibətdə adlanır hərbi vəzifəli. Bu hərbi vəzifəli gəlib artıq qeydiyyata düşür. Hər birinin onun hərbi uçot ixtisası mövcuddur və həmin hərbi uçot ixtisasına uyğun olaraq adiyyəti müvafiq qurumlar tərəfindən təsdiq olunmuş, daha doğrusu Müdafiə Nazirliyi tərəfindən çox aktivdir bu istiqamətdə. Yəni, daxil olmuş sifarişlər əsasında bizim xidmətimiz tərəfindən hərbi vəzifələrin onların verdikləri sifarişə uyğun hərbi uçot ixtisası uyğun olaraq təqdim olunub. Bütün bu proses, bu da qanunvericidə nəzərdə tutulub və mən vətəndaşlarımızı bir daha da çağırış etmək istəyirəm. Daha doğrusu, indi vətəndaş özüm adlandırmışam, hərbi vəzifələrimizi çağırış etmək istəyirəm ki, bu prosesdə çox aktiv olsunlar. Bu çox vacib bir məsələdir. Bu təlimlərin ümumiyyətlə keçirilmə səbəbi nədir və müddət nə qədərdir? Müddətlər, yeni deyirəm, daxil olmuş sifarişdən asılıdır. Müxtəlif, yəni qanunda bu nəzərdə tutulub, hansı hallarda, neçə dəfə, ildə neçə dəfə, ümumilikdə neçə dəfə, bunlar hər biri ayrı-ayrılıqda orada səslənibdir. Amma əsas məyyar budur. Biz burada sifarişin icraçısıyıq, dövlət xidməti olaraq. Sifariş daxil olur Müdafiə Nazirliyində, orada da artıq şərtlər qoyulur bizim qarşımıza ki, hansı şərtlərə, hansı kateqoriya olan insanlar o və ya digər təlimlə iştirak etməlidir. Kateqoriyanı açıqlamaq mümkündür, yoxsa bu da... İndi bu hərbi uçot ixtisası ilə bağlı olan da kateqoriyalardır onlar. Yəni, bugünkü gündə burada xüsusi təyinatlar da təlimlərin keçirilməsi mövcuddur, POA-larla bağlı olan təlimlər mövcuddur və müxtəlif, yəni bugünkü gündə öyrədilən və yekunda hərbi vəzifələrə şamil edilən hərbi uçot ixtisasları ilə bağlıdır. Hər biri ilə ayrı-ayrılıqda da keçirilə bilər, bütövlükdə də keçirilir. Bir daha da vurğulayıram, daxil olmuş sifariş əsasında bu həyata keçirilir. Çox sağ olun, təşəkkür edirəm sualımızı cavablandırdığınız üçün. Mən də sizə minnətdaram, çox sağ olun. Real TV və AP İnformasiya Agentliyinin suallarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov cavablandırdı.